Gəncə Ermənistan hökumətinin tapşırığı ilə bombalanıb. Artıq bunu Bakıda məhkəmə prosesi keçirilən keçmiş separatçılar, ermənilər, yəni Aray Karutunyan, Ruben Vardanyan dəstəsi etiraf ediblər. Xatırladım ki, təxminən fevralın sonlarında, aprelin əvvəllərində səhv etmirəmsə, Aray Karutunyan məhkəmədə bildirmiş ki, mən Gəncənin bombalanması əmrini verməmişəm. Mən sadəcə bəyanat səsləndirmişəm. Yəni, əmr vermək mənim ixtiyarımda deyil deyə etiraf etmişdi. Amma kimin bu əmri verdiyini bildirməmişdi. Artıq 2 ay keçib təxminən və o da bəlli olur. Elə indi ermənilərin qarnının ağrısını başa düşmək olur onlar. Niyə Bakıda məhkəməsi gedən erməniləri Ermənistana geri qaytarmaq məsələsini qabartmağa çalışırlar? Avropadakı himayədarlarından bu mövzuda bu istiqamətdə dəstək dilənirlər, yalvarırlar. Onlar da 5-10 manat erməni lobbisi tərəfindən aldığı evrolarla, filanlarla Azərbaycana qarşı fikirlər səsləndirirlər. Yəni, heç bir məntiqi, həqiqətə, reallığa sığmayan, ələlxüsus da Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlarla ayaqlaşmayan bəyanatlardır bunlar. Paşinyanın sülh bağırmağı da qeyri-səmimidir. Çünki yəni bir tərəfdən buna xidmət edir. Sülh müqaviləsindən sonra ola bilsin müəyyən əfvlər, belə deyim də, müharibə şəraitində olmayan ölkələr arasında tutaq ki, ekstradisiya söhbətləri var da. Rusiyaya bizdən kiminsə ekstradisiya olmağını istəyir, biz Rusiyadan kiminsə, amma o başqa səbkili bir şeydir. Cinayət mənim ölkəmdə törədilibsə, onu mənim ölkəmdə cəza çəkməyi də məntiqlidir. Paşinyanın indi sülhə tələsməyi filanı, yəni bunu belə ki, özünü belə göstərməyi, həm də Ermənistanda Koçaryan müxalifətinin daha çox diş qıcımağı ilə bağlıdır. Robert Koçaryan öz oğlunu parlamentə seçdirib, deputatdır, elə o Paşinyanın çıxışları zamanı tribunalarda filanla fərqi yoxdur. İstər Alyan Simonyan olsun parlamentin spikerin. Yəni, Paşinyan iqtidarında olan ən əsas figurları fitə basır, onları öz aləmində dırnaqarası faktlarla, yəni hər iki tərəfin faktları dırnaqarasıdır. Gör Robert Koçaryan kimdir ki, onun oğlu hansı dəlil gətirər. Bir şey ki, Paşinyanın Rusiyaya yaxınlıq da günahlandırır. Yəni, öz atası, öz şəcərəsi, sülaləsi Rusun, belə deyim də, himayəsi ilə ayağa duranlar olub, yeriməyi öyrənənlər olub. İndi ona görə də delimitasiya, demarkasiya və s. işlərlə Ermənistan, yəni bu səbkili bəyanatlarla sülhə hazırlıq deməklə Qərbə nümayiş etdirir ki, biz Azərbaycanla sülh istəyirik. Amma Azərbaycanla sülh istəyən dövlət ilk növbədə hüquqi qanuni tələbləri yerinə yetirməlidir. Öz öhdəliklərini də həmçinin, yəni sənin konstitusiyanda ərazi iddiaları varsa, mən səndən necə sülh sazişi imzalaya bilərəm? İlk öncə bu iddiaları aradan qaldırmaq lazımdır. Paşinyan da son çıxışlarının birində bildirmiş ki, bu işlə Ermənistan Konstitusiya Məhkəməsi məşğul olmalıdır. Amma ondan əvvəl referendum haqqında dəm vururdu. Gördü ki, o maskalı keşişlər, nə bilim, Oraqlı, Koçaryanlar filanlar bunu devirmək istəyirlər. Ona görə biraz ehtiyatla bu məsələni həll etmək istəyir. Görək axırı nə olur. 2025-ci il, amma mən demişəm ki, dünyada sülh ili ola bilər. İstər Ukraynada, istər Cənubi Qafqazda.